Qardaş soruşur ki, hər hansısa bir şəxsin doğum gününə və ya ad gününə getmək olarmı? Qardaşlar, hər dəfə suallara cavab verdiyimiz zaman, məsələləri aydınlatmaq istədiyimiz zaman, qardaşlara dediyimiz sözlərdən və məsələlərdən ən başlıcası və ən birincisi bu olurdu ki, biz Allah Əzzə və Cəlləyə qul olaraq dünyaya gəlmişik. Və Allah Əzzə və Cəllə bizlərə şəriət indirmiş, hansı şəkildə yaşayacaq, hansı şəkildə yaşamayacaq, onu bizə öyrədib. Və həmçinin o şəkildə getməmiz üçün bizə kitab indirib və Rasulunun şəriətini bizim üçün qoyub. Və Muhammed sallallahu aleyhi və səlləm bu dini, bu şəriəti içərisində heç bir naqislik olmadan, heç bir nöqsan bulunmadan tamı-tamına və tam bir şəkildə bizə çatdırım, qardaşlar. Kitab və sünnədən olan dəlillərin dəlalət elədiyi, kitab və sünnədən olan dəlillərə görə mövlud keçirmək və hər hansısa bir kəsin doğum gününə getmək və onu bayram etmək dində olmayan, heç bir əslə dayanmayan, yeni çıxardılmış bidətlərdəndir, qardaşlar. Hansı ki, bu mutahhar şəriətə yeni soxulmuş və ondan olmayan şeylərdən də hansı ki, bu təmiz şəriətə artırılıb. Həmin ad gününü, doğum gününü keçirdən kim olursa olsun, onun dəvətinə icabət eləmək olmaz, qardaşlar. Çünki bu şeyi insan etməklə həmin kəsin elədiyi bu bidəti gücləndirmiş kimi olursan, onu təsdiq etmiş kimi olursan və ona bu şeydə şərik olursan. Və həmçinin sənin o dəvətə icabət etməndə və elə bir yerlərə getməndə həmin şəxsin daha da cürətli olması var. Allahın dinindən olmayan bir şeyləri etməkdə, bidət olan bir şeyləri getməkdə, o yolu tutmaqda sən onu sanki cəsarətləndirirsən. Və yandan və qıraqdan görənlər də Allahın dinini bilən bir kəsin, namaz qılan, təvhid əhlindən olan bir kəsin belə bir bidət məclislərə getdiyini gördüyü zaman o da bu şeyin icazəli olduğunu zənn edir. Lakin qardaşlar, biz bizə Allahın şəriətdən etdiklərinə tabi oluruq. Allahın bizim üçün qanun olaraq qoyduqlarına tabi olur. Ondan qeyri qanunlar, hansı ki insanlar tərəfindən qoyulub, istər bu bidətlər olsun, istər digər Allahın dinindən olmayan şeylər olsun, biz o qanunları, o bidətləri yerinə yetirmir və onlardan uzaq dururuq, qardaşlar. Allah Əzzə və Cəllə buyurur ki, Əm ləhum şurakə şərə'u ləhum minəd-dini mə ləm yə'zən bihilləh. Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət, qanunu edə bilən şərişləri mi var? Yoxsa onların Allahın dinində izin vermədiyi şeyləri Allah Əzzə və Cəllənin öz şəriətində insanların ad gününü, doğum gününü, mövludunu keçirməsinə izin vermədiyi şeylərdəndir. Allah Azze və Cəllə soruşur ki, o şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri mi var? Şura surəsinin 21-ci ayəsi. Və həmçinin qardaşlar, Muhammed sallallahu aleyhi ve səlləmə Allah Azze və Cəllə şəriət endirib. Ona da əmr olunub və onun simasında, mislində bizlərə də əmr olunub həmin şəriətin üzərində getmək. Allah Azze və Cəllə buyurur ki, qardaşlar, ثُمَّ جَعَلْنَاكَ عَلَى شَرِيعَةٍ مِنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ لَا يَعْلَمُونَ. Allah Azze və Cəllə Əccəsiyə surəsinin 18-ci ayəsində buyurur ki, sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabi ol və haqqı bilməyənlərin istəklərinə tabi olma. Və bu şəriətdə, qardaşım, sən əgər bilirsənsə ki, bu şey Allahın dinindən deyil və bu şey Allahın dinində bidətdir və həmin məclis bidət və münkər məclisidir, muhdisdir, dində olmayan sonradan dinə salınmışdır, o zaman haqqı bilməyənlərin istəklərinə tabi olma. Haqqı bilməyənlərin istəklərinə tabi olma. Və həmçinin, qardaşlar,
sözümüzün əvvəlində və sualın əvvəlində dediyimiz kimi, bizə vacib olan Allah Azza və Cəllədən bizə enmiş olana tabi olmaqdır. Hər hansısa bir kəslərin istək və arzularına deyil, Allahın dinini bilməyənlərin etdiklərinə, qoyduqlarına, insanlara söylədiklərinə deyil, Allah Azza və Cəllənin nazil etdiyinə tabi olmaqdır. Allah Azza və Cəllə Ərəf surəsinin 3-cü ayəsində buyurur ki: "İttabi'u ma unzila ileykum min rabbikum və la tattabi'u min dunihi awliya, qalilan ma tezekkerun." Rəbbinizdən sizə nazil edilənə tabi olun. Bax, budur qardaşım. Sənin üzərinə vacib olan, bütün müsəlmanlara vacib olan, bütün var olanlara, Allaha qul olanlara, ona təslim olanlara vacib olan budur. Rəbbinizdən sizə nazil edilənə tabi olun. Onu qoyub başqa dostlara uymayın. Subhanallah. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd nəsihət dinləyirsiniz. Allahu Akbar. Həmçinin qardaşlar, Muhammed sallallahu aleyhi və səlləmdən neçə səhih hədislər varid olmuşdur ki, kim üzərində bizim əmrimiz olmayan bir işi edərsə, ondan qəbul olunmaz və o rədd olunar. Buxar və Müslim rahimehullah rivayet etmişdir qardaşlar. Allahın dinində ondan olmayan hər bir yenilik bidətdir qardaşlar. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, sözlərin ən gözəli, hədislərin ən gözəli Allahın kitabıdır. Yolların ən doğrusu Muhammed sallallahu aleyhi ve sellem yoludur. İşlərin ən şərlisi yeni çıxanlarıdır. Dində olmayıb yeni çıxanlarıdır. Və hər bir yeni çıxan bidətdir və hər bir bidət də azğınlıqdır, zəlalətdir. Bu barədə hədislər çoxdur qardaşlar. Bu mənada hədislər çoxdur. Və həmçinin qardaşlarım, insanın bu mövludu, ad gününü istər kim olursa olsun, bu ad gününün keçirilməsi bidət olan, münkar olan bidətlərdəndir. Hansı ki, şəriətdə onun əsli yoxdur, qardaşlar. Və bununla yanaşı, bu bizim millətdən, İslam millətindən olmayanlara bənzəməkdir. Yahudi və xristiyanlara bənzəməkdir. Hansı ki, onlar bunu edir və bu doğum günlərini, ad günlərini qeyd edirlər. Bu onlara bənzəməkdir. Muhammed sallallahu aleyhi və səlləm bir çox hədislərində qardaşlar, onlara bənzəməkdən, onların qoyduqları yollara, sünnələrə tabi olmaqdan bizi çəkindirib. Onların yolundan uzaq durmağı bizi söyləyib. Hansı ki, biz bütün namazlarımızda oxuduğumuz zaman ehdinəs sıratal müstəqim, bizi doğru yola yönəld, sıratəl-ləzīnə ən'amtə aleyhim. O yol ki, hansı ki, o nimət verdiyin kəslərin yoludur. Və hansı yoldan Allaha sığınırsan? Qayril məğdubi aleyhim və ləd-dallin. Qəzəbə duçar olmuşların və həmçinin azğınlıqda azmış olanların yoluna deyil, ya Rabbi. Hər namazında elədiyin duadır və sən bu mövludu keçirməkdən və bundan başqa şeyləri də ona aid eləmək olar. Sadəcə sual mövluddan və ad gününə getmək və keçirməkdən olduğu üçün bunun üzərində məsələni və söhbəti qururam. Bu, hər gün Allaha sığındığın kəslərin yoluna tabi olmaqdır, qardaşlar. Və Muhammed sallallahu aleyhi ve sellem də səni bundan çəkindirib. Və bunu edənlər var, qardaşlar. Və onun üçün də Muhammed sallallahu aleyhi ve sellem deyir ki, siz sizdən əvvəlkilərin sünnətinə qarış-qarış tabi olacaqsınız. Əgər onlar kərtənkələnin yuvasına daxil olsa belə, siz də onlara tabi olub ora gələcəksiniz. Sahabələr soruşur ki, bizdən əvvəlkilər kimdir, ya Rasulallah? Yahudi və Nasranilərmi? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, onlar olmayıb da kim olacaq? Yəni, bəli, onlar. Buxar və Müslim, Allah onların hər ikisinə rəhmət etsin, rivayet etmişlər. Və həmçinin qardaşlar, bu işdə bizim millətdən olmayan, İslamdan olmayan, müsəlmanlardan olmayanlara bənzəmək var. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, mən təşəbbəhə bi qovmin fəhvə minhum. Kim bir qövmə özünü bənzədərsə, özünü ona oxşadarsa, o da onlardandır. O da onlardandır. Allah Azza və Cəllə bizdən qeyri-millətlərə, kafir bir tayfaya bənzəməkdən qorusun. Bizi doğru yol üzərində etsin. Onun Rasulunun sünnəsinə tabi olub, ondan qeyrilərinin yollarını və sünnələrini tərk edənlərdən etsin Allah Azza və Cəllə bizləri. Allah daha gözəl bilir.